Salam dəyərli izləyicilər, kəsirlər mövzusuna aid buraxılış tipli misallara baxacağıq. Birinci sual. Cədvəldəki ədədlərin hansı hissəsi natural ədədlərdir? Hansı hissəsi? Deməli, biz nə edirik? Ümumi neçə dənə ədəd var? 1, 2, 3, 4, 8 dənə ədədimiz var. Neçə dənəsi naturaldır? 1, 8-dir. 0,8 onluq kəsirdir. Mənfi 8. Mənfi tam ədəddir. 8-də 1 kəsirdir. Natural ədəd 2,4 onluq kəsirdir. 24 natural ədəddir. 3-də 1 kəsirdir. Mənfi 6,4 mənfi kəsirdir. Yəni 2 dənə. 8-də 2 hissəsi olacaq. Yəni o da ixtisar aparsaq, 8-lə 2-ni 2-yə ixtisar aparsaq, 4-də 1 qalacaq. Deməli, cavabımız olacaq A variantı 4-də 1. İkinci sual. Cədvəl 10 bərabər hissəyə bölünüb. Yəni 1, 2, 3, 4, 5. 5 vur 2, yəni 10 bərabər hissəyə bölünübdür. 2 dənə sətir, 5 dənə sütun var. 5 dənə sütun var. İştirixlənmiş hissə bütün düzbucağının neçə faizidir? Neçə faizidir deyir. Hissəyə görə baxsa, birinci olaraq. Onda neçə hissəsi iştirixlənib, yəni rənglənib? 1, 2, 3, 4, 5, 6, 7. Onda 7 hissəsi rənglənib. Bizə deyir ki, düzbucağın neçə faizidir? Faiz deyiriksə 100%-ə vurmalıyıq. 100%-ə vursaq 100% 10-a ixtisar, yəni 10-a ixtisar gedir, 10 qalır, 7-ni 10-a vursaq 70% olar. Yəni cavabımız Y variantı olacaq. Deməli belə. Keçək 3-cü suala. 3-cü sualda 7M çıxılsın 2 böl 33 ya da yəni 33-də 7M çıx 2. Kəsirinin düzgün kəsir olması üçün M-in aldığı natural qiymətlərin cəmini tapın. Düzgün kəsir olması üçün hansı şərt ödənməlidir? Yəni, Y-də X kəsiri düzgün kəsir olması üçün hansı şərt ödənməlidir? Kəsirin surəti məxrəcindən kiçik olmalıdır. Yəni, X Y-dən kiçik olmalıdır. Bunu nəzərə alsaq, 7M çıxılsın 2 33-dən kiçik olmalıdır. 7M kiçikdir. 2-ni sağa keçirsək, 33 üstə gəl 2 olacaq. 7M kiçikdir nədən? 35-dən. 35-i M kiçikdir nə olacaq? 35-i 7-yə bölürük. Yəni 7 vur M deməkdir bu. 5-dən kiçik ədədlər. Çünki M-in aldığı natural qiymətlərin cəmini, yəni M hansı natural qiymətləri ala bilər? 5-dən kiçiklər, yəni 1-dir, 2-dir, 3-dür və 4-dür. Bunların cəmi 1, 2, 3, bir də 4-ün cəmi eləyər 10. Yəni cavabımız 10 olacaq. Üçüncü çalışma üçün cavab 10 olacaq. Belə, keçək 4-cü suala. 4-cü sualda A və B qarşılıqlı sadə ədədləri üçün A-nın B-yə nisbəti, yəni B-də A bərabərdir 0,2 dövrdə 6. Olarsa AB hasilini tapın. A vur B hasilini tapın. A ilə B nədir? Qarşılıqlı sadədir. A və B nədir? Qarşılıqlı sadədir. Sadədir. Qarşılıqlı, bir-birlə qarşılıqlı sadədir. Bunu da nəzərə alaq. Deməli, A böl B bərabərdir. Dövrü onluq kəsiri adi kəsirə çevirək. Necə çevirirdik? 6-ya uyğun mötərizənin içərisindəki rəqəmlərin sayına uyğun bir dənə 9 yazılır. Bu 2-yə uyğun bir dənə 0 yazırıq. Necə edirdik? 26 birləşdirdik, çıxırdıq 2-ni. Bərabərdir 90-da eləyər 24. Deməli, A bölsün B-miz bərabər oldu. 90-dan 24 ixtisar gedir. 6-ya ixtisar aparsaq, burada 15 qalacaq. 6-ya ixtisar getsə, burada 4 qalacaq. Yəni 15-də 4 qalır. 15 ilə 4 ixtisar getmir. Onda A-mız 4-dür. Yəni qarşılıqlı sadə ədədlərdir bir-biri ilə. B-miz də 15-dir. B-miz də 15-dir. AB hasilini tap deyir. A vurulsun B-miz də olacaq. 4 vurulsun 15. Bərabərdir 60 olar. 4-cü misalın cavabı olacaq A variantı 60. Deməli belə.
Keçək biz 5-ci suala. 5-ci sual. Kəsiri ixtisar edin. 11 vurulsun 75. 75. Məxrəcdə də 25 vurulsun 121 var. 121. Görürük ki 11 ilə 121 11-ə ixtisar gedir. Burada 1 qalır. 11-ə böləndə burada 11 qalacaq məxrəcdə. 25-ə ixtisar gedir. 75 ilə 25. 25-i 25-ə böləndə 1 qalır məxrəcdə. 75-i 25-ə böləndə burada 3 qalır. Surətdə 1 vurulsun 3, 3 eləyər. Məxrəcdə 1 vur 11, 11 eləyər. Yəni 11-də 3 olar. Y variantı olacaq cavabımız. 6-cı sual. C ən kiçik sadə ədəd olarsa, C ən kiçik sadə ədəd hansıdır? 2-dir. Yəni C'miz 2-dir. Olarsa ifadəsini, yəni C bölsün 5 çıxılsın K ifadəsini yazaq. C'miz 2-dir. Burada da 5 çıxılsın K'dır. Yəni ən kiçik sadə ədəd 2-dir C'miz. İfadəsinin, yəni bu ifadənin düzgün kəsr olması üçün K tam ədədi hansı şərti ödəməlidir? Baxaq, düzgün kəsr olması üçün bayaqki qaydadır. Birinci sualda baxdığımız qayda, ikinci sual idi, birinci sual idi. Düzgün kəsr olması üçün, yəni surət nə olmalıdır? Məxrəcdən kiçik olmalıdır. Yəni 5 çıx K-dan kiçik olmalıdır. Biz nə edirik burada? Deməli, K-nı sola keçirdirəm. K mənfi deyil, sola keçəndə olacaq müsbət, kiçikdir. 5 sağda 5-dir, 2 də sağa keçəndə çıx 2 olacaq, yəni mənfiyə çevrilir. K-mız nə olmalıdır? 3-dən kiçik olmalıdır. K hansı şərti ödəməlidir? 3-dən kiçikdir şərtini ödəməlidir. Yəni Y variantı olacaq cavabımız. 7-ci suala keçək. 7-ci suala keçək. 7-ci sual. Qarabağ sözündə A hərfləri bütün hərflərin sayca hansı hissəsidir? Qarabağ sözündə neçə hərf var? 7 hərfimiz var. A hərfləri, bütün hərflərin A hərfləri neçə dənədir? 3 dənə A hərfi var. Yəni 7-də 3 hissəsini təşkil edir. Sadə sualdır. 7 A variantı olacaq. 8-ci suala keçək. İfadənin qiymətini hesablayın. Birinci biz bunun məxrəcini hesablayaq. Yəni 0 tam onda 3 bölsün 0 tam %33. Üstə gəl 0 tam onda 6 böl 0 tam %66. Çıxılsın 0 tam onda 9'u bölürük nəyə? 0 tam %99'a. Bərabər eləyək. Bərabərləşdirək. Buradan baxsaq biz. Hər tərəfi burada virgüldən məxrəcə baxaq. Məxrəclərdə virgüldən sonra 2 rəqəm olduğuna görə 100'ə vuraq. Deməli, nə edək bunu? 100'ə vursaq. 100'ə vursaq 33 eləyərmi? Virgül, yəni 100'ə vursaq 2 virgül sağa sürüşür. Burada isə nə olacaq? 30 olacaq. Yəni 2 virgül sağa sürüşür də. 30. Üstə gəl. Burada isə 66'da 60 olacaq. 100'ə vursaq. Yəni virgül sağa sürüşür. 6. Bir dənə də 0 verirsək 60 olur. Çıxılsın. Buradan da nə alınır? 99'da 90. Bərabərləşdirək. Burada 3'ə ixtisar gedir. Qalır bizdə 11'də 3'ə böləndə 10. Üstə gəl. Burada da bizdə 6'ya ixtisar gedir. 10. Burada 11. Çıxılsın. Burada 9'a ixtisar gedir. 11 olacaq. 9'a ixtisar gedəndə də 11'də eləyər bizdə 10. Bərabərdir. 11'də 10. 11'də 10 nə getdi? Bizdə islah getdi. Nə qaldı? 11'də 10 qaldı. Məxrəci yəni 11'də 10. Buradan da yazsaq davamını ilə. Buradan yazsaq. Surətdə nə var? 6. Məxrəcdə də 11'də nə var? 10 var. Yəni 6 böl nə deməkdir? Bunun mənası da 6 böl 11'də 10 deməkdir. Yəni kəsir xətti bizdə nəyi ifadə edir? Bölməni ifadə edir. Buradan davam eləsək. Da bərabərdir. Bərabərdir. Davam eləsək buradan. 6 vurulsun kəsirlərin bölünməsinə əsasən birinci olduğu kimi qalır. İkinci kəsir tərsinə çevrilib vurulur. Yəni 6 vur 10'da 11 olar. Bu da bərabərdir. Natural ədəd kəsirə vuranda natural ədədi surətə vururuq. Yəni 66 olur.
Məxrəcimiz də 10 olacaq. O da bərabərdir. Neçə eləyər? 6 tam onda 6 olar cavabımız. 6 tam onda 6 cavabımız olar. İfadənin qiymətini hesabladıq. Keçək 9-cu suala. Keçək biz 9-cu suala. 9-cu sual iş məsələsinə aiddir. Hovuza su axıdan iki krandan birincisi təklikdə 4 saata, birinci kran 4 saata, 4 saata. İkinci kran 6 saata doldurur. 6 saata doldurur. 6 saata doldurur. Hər iki kran açılsa, havuz neçə dəqiqəyə dolar? Dəqiqəyə dolar. Saata yox, dəqiqəyə dolar. Deməli, biz bunun düsturunu da yazsaq, 1 saatda neçə hissəsini görür? 1 saatda hansı hissəsini doldurur? Birinci kran 4də 1 hissəsini, ikinci kran isə 1 saatda 6da 1 hissəsini doldurur. Ümumi neçə olacaq? İkisi də 1 hissəsini dolduracaq 1 saatda. Birlikdə işləsə. Buradan biz nə alırıq? 4 vurulsun 6-da nə yazacağıq? 6 üstə gəl, yəni 6-ya vurulub da, bu 6-ya vurulub, bu isə 4-ə vuracağıq. 4-ə vuracağıq. 4. O da bərabərdir. 24-də 10 bərabərdir. X-də 1. Buradan da X-imiz nə olur? 24 böl 10 olacaq. Yəni tərsi olacaq da. Tənasüb şəklində də yaza bilərik. Bu da bərabərdir. 2 tam neçə eləyir? 2 tam onda 4. Nə eləyər? Saat eləyər. Bizə nə deyilir? Dəqiqəyə dolar. Neçə dəqiqəyə dolar? Dəqiqəni desək, 2 tam onda 4-ü 2 tam onda 4-ü vurmalıyıq nəyə? 60-a. Da bərabərdir. Bir dənə 0. 0 bizdə belə də yaza bilərik. Daha rahat olması üçün. Elə onda 24-ü vuraq nəyə? Onda 24-ü. Vurarıq biz nəyə? 60-a. Yəni saatı dəqiqəyə çevirəcəyik. 60 10-a ixtisar getdi. 6 qaldı. 6-nı 24-ə vuranda eləyər bizdə necə? 144 dəqiqə. Bunun düsturu necədir? Məsələn, birinci kran A saata doldurarsa, ümumi düstur necə olacaq? İkinci kran B saata doldurarsa, hər ikisi doldurarsa, bu düsturu da təkrarlayaq. Hər ikisi doldurarsa, hovuz ümumi bu qədər saata dolar. A vur B bölsün, A üstə gəl B saata dolar. Yəni hasilini bölürük bunların cəminə. Belə. 144 dəqiqə olar. 10-cu suala keçək. 10-cu sualımız. 48-in 8-də 7 hissəsi tapın. Ədədin hissəsini tapanda birbaşa biz nə edirik? Həmin hissəyə vuracağıq. Yəni məxrəcə bölüb surətə vurmaq deməkdir. 48 8-ə bölsək 6, 6-nı 7-yə vursaq 42. 42. Cavabımız nə olacaq? D variantı. 11-ci sual. 11-ci sualda bağdakı ağacların 11-də 4 hissəsi alma. Yazaq 11-də 4 hissəsi alma. Alma. 11-də 2 hissəsi isə armud. Armud. Armud yazdıq. Ağacıdır. Digər meyvə ağacları bağdakı ağacların hansı hissəsini təşkil edir? Deməli 11-də 4 hissəsi alma, 11-də 2 hissəsi armudsa, ümumi nə qədər qalacaq? 1 götürsək tam. 1-dən çıxırıq nəyi? 11-də 4 ilə nəyi toplayacağıq? 11-də 2 hissəni toplayaq və bərabərdir. 1 çıxılsın. 11-də 6 hissəsini çıxanda nə qalar? 11-də nə qalacaq? 5 hissəsi. Yəni 11 payından 6 payı alma və armud ağaclarının hesabına düşür. Digər meyvə ağaclarına nə qədər olacaq? 11-də 5 payı, yəni 11-də 5 hissəsi 5 payı hara qalacaq? Digər meyvələrə, digər ağacların hesabına. 11-də 5, yəni Y variantı olacaq cavabımız. Buradan 12-ci suala keçək. 12-ci sual. 0 tam 0,3 böl 0 tam %15 üstə gəl 20-də 13 vurulsun 0 tam %26-da 1 bərabər ifadənin qiymətini tapın.
Burada vergülün sağa sürüşdürülməsi üçün, yəni tam 15 olması üçün, onluq kəsir qalmaması üçün hara verək 100-ə vuraq. Yəni bu 100-ə vurulur. 100-ə vursa, bu da 100-ə vurulmalıdır. Vergül nə olacaq? Yəni bir dənə keçir bura, bir dənə də 0 artırılacaq yenə. Tam %30 şəklində yaza bilərik. Yəni 10-a vursaq, daha doğrusu 100-ə vursaq. Burada 15-də nə olacaq? Bizdə 30 olar. Üstə gəl. Kəsirlərin kəsirlərin vurulması 20-də 13-dür. Vurulsun nə edəcəyik? Burada da elə. Yəni 100-ə vursaq, yəni 26 olacaq burada. 100-ə vursaq, bu da 100-ə vurulacaq. Yəni vurulsun 100 eləsək, burada da vur 100 eləsək, nə olar? 100 olar. Buradan da bərabərdir, ixtisarlar gedir. 30-u 15-ə böləndə, yəni 2 qalır. Üstə gəl. Burada 120-yə bölünür, 5 qalır, burada 1 qalır. Buradan da 13 ixtisar gedir, 13-ə gedir ixtisar. Burada 2 qalacaq. Buradan da nə qalacaq? Məxrəcdə 2 qalır. Surətdə 5 vur 1, 5. Buradan da bərabərdir. Nə alınacaq? 2 üstə gəl. 5-i də 2-yə böləndə 2,5 eləyir. Bərabərdir. Cəm də 2 üstə gəl 2,5 də eləyər. 4,5. Yəni cavabımız olacaq A variantı 4,5. 12-ci sualda belə. Keçək biz 13-cü suala. Keçək biz 13-cü suala. Deməli 13-cü sual. 13-cü sual. 12-də 5 bölsün. Böl. Mənfi 6-da 5 üstə gəl 3-də 2. İfadənin qiymətini hesablayın. Birinci mərhələ olaraq biz mötərizənin içərisindəki ifadəni hesablayaq. Mənfi 6-da 5 üstə gəl 3-də 2-ni hesablayaq. Ən kiçik ortaq məxrəcə gətirək. Bunu belə yaza bilərik. Mənfi 5 bölü 6. Ən kiçik ortaq məxrəc 6-dır. 6 3-ə bölündüyünə görə əkobu 6 olacaq. Yəni burada bir dənə 3 2-yə vurulacaq. 3 2-yə vurulursa 2 də 2-yə vurulacaq. Yəni 6-da mənfi 5 üstə gəl nə olacaq? 3 2-yə vuranda 6, 2-ni 2-yə vuranda 4. Bərabərdir. Bərabərdir. 6-da mənfi 5 üstə gəl 4. Bərabərdir. 6-da mənfi 5 üstə gəl 4 də mənfi 1 edir. Yəni 4 çıxılsın 5 deməkdir bu. Mənfi 1. Bu belə. İkinci mərhələ olacaq nə? İkinci mərhələ 12-də 5-i nəyə bölmək? Həmin mənfi 6-da 1-ə bölməkdir. Mənfi 6-da 1-ə bölməkdir. Bərabərdir. Deməli, 12-də 5 bölmənin, kəsirlərin bölünməsində birinci olduğu kimi qalır, ikinci tərsinə çevrilir, vurulur. Mənfi olduğuna görə mənfi qalacaq. Mənfi 6 bölsün 1. Da bərabərdir. 12 6-ya ixtisar gedir. Burada 1 qalır. Burada 2 qalır. Yəni, müsbəti mənfiyə vuranda nə olacaq bizdə? Davamını elə 13-cü sualın ardından yazıram. Yəni, davamını buradan yazaq. Ya da biz buradan da yaza bilərik. Birbaşa yuxarıda. Görürsünüz. Mənfi, yəni müsbəti mənfiyə vuranda mənfi alınır. Nə qalır? Məxrəcdə 2 vur 1, 2 olacaq. Surətdə 5 vur 1, 5 olacaq. O da bərabərdir. Mənfi 2,5 eləyər cavabımız. Mənfi 2,5. Açıq sual olduğuna görə biz yazırıq cavabı. Mənfi 2,5. Bu belə. Belə. Keçək biz 14-cü suala. Dövrü onluq kəsirlərə aid sual. 14-cü sual. 0,2 dövrdə 6 üstə gəl 0,2. Deməli, bərabərdir. Bərabərdir. Birinci biz dövrü kəsri adi kəsrə çevirək. Necə eləyirdik? 6-ya uyğun bir dənə 9, 2-yə uyğun bir dənə 0, 26 çıxılsın 2 şəklində yazırdıq. Birləşdirdik və ortadakı 2-ni çıxırdıq. Üstə gəl, bu da eləyir bizdə 10-da 2. Bərabərdir. 90-da 26-dan 2 çıxanda 24, üstə gəl 10-da 2. Bu da bərabərdir. O da bərabərdir. O da bərabərdir. Belə eləyək. Bərabərdir. Bunu da 9-a vuraq. Bunu da 9-a vuraq. Ortaq məxrəcimiz 9 olsun. Yəni 90-da 24 üstə gəl. Ortaq məxrəcə gətirək. 9-u 10-a vuranda 90, 9-u 2-yə vuranda 18. Belə oldu. Bərabərdir. 90-da olacaq
Məxrəci eyni olan kəsirləri toplayanda 24 ilə, yəni 18 toplayıcı. Surətlər toplanır. 42. 90-da 42 və 6-ya ixtisar gedir hər ikisi. 6-ya bölünür. 90 6-ya böləndə 15 qalır. 42-ni 6-ya böləndə 7 qalır. Yəni 15-də 7 olacaq cavabımız. C variantı olar. Belə uşaqlar. 15-ci sual. 15. 15-ci sual. 4 tam 10 mində 5045 bölsün 0 tam %45 üstə gəl 29 tam %99 ifadəsinin qiymətini hesablayın. Bunu sadə şəkildə hesablayaq. Ne edək? 4 tam yazaq 10 mində 10 mində. Ya da belə yazaq. Belə bir şey yazaq. Kəsir xətti çəkək, yəni bölmə olduğuna görə 4 tam 5045 yəni bölünsün 0-dan %45. Sonra üstə gəl. Bu da hələ ki olduğu kimi qalsın. 29 tam %99 olduğu kimi qalsın. Bərabərdir. Buradan biz nə edirik deməli? Məxrəci belə eləyək. 100-ə vuraq. 100-ə vursaq, burası 45 olacaq. Surəti 100-ə vursaq, bura keçər, yəni 450 tam %45 olar. Burada 45 olacaq belə. Üstə gəl. 29 tam %99. Deməli, bərabərdir. 450 tam %45-i bölsək biz 45-ə alacağıq. 450-ni 45-ə böləndə 10 tam alınır. Yəni 10 tam belə götürək də 0 tam %1 alınacaq. %45 bölünür axı. %1. Yəni üstə gəl 29 tam %99. %99 ilə %1 kəsir hissələri toplayanda 1 eləyir. 29 ilə 10 da toplayanda, yəni belə bir şey çıxır. 29 üstə gəl, 10 üstə gəl. O kəsir hissələrin cəmi də nəyə çevrilir? 0 tam %99 ilə 0 tam %1 eləyər 1. Bərabər neçə eləyər? Bu da 39 üstə gəl 1, 40 eləyər cavabımız. Yəni Y variantı olar. Y variantı olacaq. Y variantı olar. Deməli, 15 Y variantı. 16. 16. 16-cı sualdır burada. 18 yazıb. 16-cı suala baxaq. Deməli, belə bir misalımız var. İki n kubu çıxılsın 5 n kvadratı üstə gəl 12 böl n. B'miz isə bərabərdir 3n kub üstə gəl 11n kvadratı çıxılsın 18 böl n. Deməli, belə. A və B'nin tam ədədlər olduğu məlumdur. N natural ədədinin ala biləcəyi qiymətlər Euler Venn diaqramında verilmişdir. Diaqrama əsasən P üstə gəl, Q üstə gəl. R cəmini tap. Deməli, biz A-nı sadələşdirək birinci olaraq. B-ni silirəm buradan. A-nı sadələşdirək. Ayrı-ayrıca kəsirlərin cəmi şəklində yazaq. Yəni 2n kubunu bölürük nəyə? N-ə. Sonra çıxırıq 5n kvadratını bölürük nəyə? N-ə. Üstə gəl 12 bölürük nəyə? N-ə. Burada fikir versək, tam ədədlər olduğu məlumdur. Yəni A tam ədəddir. Bərabərdir.
Burada n gelir. Bir dənə n gedir bundan. 2n kvadratı qalır. Çıxılsın. Bir dənə n bundan gedir. Nə qalır? 5n qalır. Üstə gəl 12 böl n qalır. Deməli, A3-ün n-ni ala bilər? N. Yəni, hansı natural ədədləri? N natural ədədinin ala biləcəyi qiymətlərdir. Hansı natural ədədləri ala bilər? 12-nin bölənlərini ala bilər. Yəni, 1-i, 2-ni, 3-ü, 4-ə bölünür, 6-ya bölünür. Bir də özünə bölünür, 12-yə. Deməli, bu belə olacaq. Biz tapdıq n-i. A3-ün n-i tapdıq. B3-ünü də yazsaq, fikir verək, B3-ündə elə olacaq. Baxın, B3-ündə bərabərdir. Bölsək 3n kubuna n-ə bölsək 3n kvadratı alınır. 3n kvadratı üstə gəl. 3n kvadratı üstə gəl. 11n kvadratını n-ə bölsək 11n alınır. Sonra çıxılsın 18-ə n-ə bölürük. B3-ün n-ni alacaq. Baxaq görək. Yəni, 18-in bölənləri 1-dir, 2-dir, 3-dür, 3-dür, 4-ə bölünmür, 5-ə bölünmür, 6-ya bölünür, 7, 8, 9, 9-a bölünür. Bir də nəyə bölünəcək? Özünə bölünəcək 18-ə. Neylər Venn diaqramında qursaq, ortaq olanlar 1, 2, 1, 2, 3, 6-dır. Hər ikisində, yəni 1, 2, 3, 6. Belə götürək, qırmızı ilə yazaq. 1, 2, 3, 6 nədir? Eylər Venn diaqramında. Hər ikisi üçün, yəni kəsişmədir, ortaqdır. 1, 2, 6 verilib, amma 3 verilməyib. Yəni, Q-umuz nədir? Q-umuz nədir? 3-dür. A çoxluğun elementləri 1 verilib, 2 verilib, kəsişmə də verilib, 3 də verildi, 6 da verildi, 4 də burada var. P-imiz nədir? 12-dir. Yəni, burada qalan, yalnız P-yə aid olan A-mız nədir burası? Yəni, P-imiz nə olacaq? 12 olacaq. 12. Yəni, 12. Biri də var bizdə R-imiz də nə olacaq? Uşaqlar, hamısı 1, 2, 3, 6 daxil oldu, 18 daxil oldu. R-imiz nə olacaq? Görürsünüz. R də olacaq neçə? 9 olacaq. Yalnız B-yə aid olan. Bunların cəmini tapsaq, P-imiz oldu 12. Üstə gəl, Q-umuz oldu 3. Üstə gəl, R-imiz də oldu 9. O da bərabərdir. 12 üstə gəl 3, 15. 15 üstə gəl 9 da neçə eləyir? 24 eləyir. Yəni, cavabımız olacaq neçə? 24. Deməli, bu sınaq bu qədərdir. Kəsirlərə aid sınaq idi. Bu qədər. Sağ olun, salamat qalın.